Salam dəyərli müəllimlər, hər vaxtınız xeyirli olsun. Mən Mürsalova Gülnarə, FES Akademinin kurikulum müəllimi. Əziz FES izləyiciləri, bugün sizə çox maraqlı bir sınaq izahımız olacaq. Təbii ki, bu sınağımız qəbul tipli sınaqdır. Həm MİQ, həm də sertifikasiya müəllimləri üçün uyğundur. Hətta bəzi suallar var ki, sırf qəbuldan götürülmüş suallardır. Onları da izah etdikcə bir-bir sizin üçün qeyd edəcəm. Əgər bu sınaq sizə yararlı olacaqsa, faydalı olacaqsa, o zaman sizdən xahişim videonu bəyənməyi və paylaşmağı unutmayın. Belə olduqda siz bizə də dəstək olmuş olursunuz. Ödənişsiz hazırlaşan müəllimlərə də dəstək olursunuz ki, video hər kəsin qarşısına çıxa bilir. Təkcə metodikadan yox, digər fənlərdən, Azərbaycan dili, riyaziyyat, ixtisas fənləri, kimya, biologiya, ingilis dili və s. fənlərdən də maraqlı sınaq izahları görmək istəyirsinizsə, o zaman FES Akademiyasının bütün kanallarına abunə olmağı unutmayın ki, hər kəs öz ixtisasına uyğun kanala, belə deyək, daha doğru olsun, videolardan yararlana bilsinlər. Gəlin başlayaq, vaxt itirmədən sualların izahına qələmi götürək. Aha. Coğrafiya müəllimi iqlim dəyişmələri və insan fəaliyyəti mövzusunda dərs keçərkən yalnız statistik məlumat və təbii hadisələri sadalamaqla kifayətlənmir. O şagirdləri qruplara bölür, müxtəlif regionlarda iqlim dəyişikliyinin kənd təsərrüfatı, əhali məskunlaşması və su ehtiyatlarına təsiri haqqında müzakirə aparmalarını istəyir. Şagirdlər tədqiqat nəticələrini təqdim etdikdən sonra müəllim onlardan oxşar problemlərlə üzləşən digər ölkələrlə müqayisəli təhlil aparmağı və mümkün həll yolları təklif etməyi tələb edir. Situasiyamıza görə ən doğru cavabı bizdən istəyir. Metodikanın suallarında 90% oxuyub anlama sualları var. Ona görə siz variantda gedim doğrunu tapım düşüncəsi ilə suallara yanaşmayın. Birinci sualı oxuyun. Görün burada müəllim doğru addım atdı mı? Şagirdlər səhv addım atdı, nə baş verdi, nə baş vermədi. Bunu özünüz üçün müəyyən edəndən sonra siz variantlara keçsəniz, o sizin üçün daha düzgün təhlil, analiz yolu olar. İndi biz nə gördük burada? Müəllim dərs izah edir. Müəllim təkcə məlumat vermir. Müəllim şagirdləri qruplara bölür. Həm şagirddə problem həll etmə, həm şagirddə tənqidi təfəkkür, həm şagirddə yaradıcı təfəkkürü formalaşdırır. 21-ci əsr bacarıqlarını formalaşdırır. Yumuşaq və sərt bacarıqları formalaşdırır. Yəqin ki, bilirsiniz də, sərt bacarıq insanın hər hansı bir sahədə olan biliyi, bacarığı. Amma yumuşaq bacarıqlar isə, məsələn, qruplarla iş olsun, əməkdaşlıq, ünsiyyət, liderlik, təşəbbüskarlıq, sosiallıq, bunlar isə yumuşaq bacarıqlar adlanır və coğrafiya müəllimi də bunların hər birini həyata keçirmiş oldu. Müəllim mövzu haqqında sadə faktlara əsaslanan öyrənmə mühiti qurur. Gördükmü bunu? Xeyr, səhv cavabımızdır. Tədqiqat müqayisəli təhlilə əsaslanan təlim mühiti vasitəsilə şagirdlərin tənqidi təfəkkürünü və problem həll etmə bacarığını müəllim şagirddə formalaşdırır. Bəli, bizim doğru cavabımız elə B variantı olacaq. Digər variantların da nəyə görə səhv olduğuna baxaq. Regionların təbii coğrafi fərqlərini müqayisə etməyə imkan verən məlumat yönümlü tədris. Əslində, bəli, müəllim regionların coğrafi fərqlərini müqayisə etməyə imkan verir. Amma müəllimin dərsi məlumat yönümlü deyil. Yadda saxlayın. Müəllimin dərsində məlumatdan əlavə biz en qədər burada bacarıq gördük. Deməli, səhvdir. Şagirdlərin ətraf mühitlə bağlı statistik məlumatları yadda saxlaması üçün müəllim müzakirə təşkil edir. Ümumiyyətlə, coğrafiya müəlliminin fəaliyyəti yaddaşa əsaslanan, faktoloji biliklərə əsaslanan məlumatlar olmadı. Coğrafiya müəllimi daha çox, məsələn, elə götürə bilərik burada taksonomiyanın anlamaq mərhələsindən tutmuş, bəlkə yaradıcı mərhələsinə qədər, yaratmaq mərhələsinə qədər demək olar ki, bütün o strategiyalardan müəllim istifadə etdi. Mövzunun hərtərəfli müqayisəsini təşkil edərək şagirdlərdə məntiqi təfəkkürü inkişaf etdirir. Bax, bir dənə burada məntiqi təfəkkür sözü səhvdir. Burada olmalı idi ki, müəllim şagirddə tənqidi təfəkkürü formalaşdırır. Ona görə Y variantımız da səhvdir. Davam edirəm ikinci sualla. Bir məlumatı sizə xatırladım. Bildiyiniz kimi Naxçıvanda sertifikasiya imtahanının tez olması planlaşdırılır. Rəsmi məlumat olmasa da aprel və mart ayında gözlənildiyi qeyd olunur. Mən qeyd etmək istəyirəm ki, FES Akademiyası Naxçıvan müəllimlərinə özəl bir sertifikasiya qrupu açıb və inşallah növbəti həftədən qrupların fəaliyyəti başlayacaq. Tez bir zamanda siz də bu qruplara qoşulmağı unutmayın. 2 ay ərzində mükəmməl səviyyədə ən yüksək balı alacağınıza
zəmanət veririk. Əgər tapşırıqlarımızı vaxtında yerinə yetirsəniz, göndərdiyimiz materiallardan düzgün şəkildə istifadə etməyi bacarsanız, inanın ki, siz də 60 balla və 50 üstə gəl, bax 50 plus ballarla nəticənizi başa vura bilərsiniz. Hətta qeyd edim ki, ödəniş imkanı olmayan müəllimlərə də dəstək olmaq üçün FES Akademiyasının ödənişsiz sertifikasiya dəstəyi qrupu da var. Bu qruplara da qoşulmaq üçün təbii ki, ekranda gördüyünüz 055 527 2599 nömrəsinə mesaj yazın ki, ətraflı məlumat ala biləsiniz. Gecikmədən səbirli, təmkinli şəkildə və düzgün strategiyadan istifadə etməklə böyük uğur qazanacağınıza inanın müəllimlər. Aha, 2-yə baxaq. Şagird tez-tez yanında əyləşən sinif yoldaşının çantasını, kitablarını və s. əşyalarını gizlədir. Bu, onun üçün əyləncə xarakteri daşıyır. Lakin sinif yoldaşı bu davranışdan çox məyus olur və emosional sarsıntı keçirdir. Verilmiş situasiya ilə bağlı hansı fikir yanlışdır? Biz burada bir bullying görürük və bilirik ki, bullyingin bir neçə növü var. Fiziki, verbal, qeyri-verbal, kiberbullying və s. Burada gördüyümüz bullying isə düşünülməmiş bullyingdir. Yəni, qarşındakı insana zərər verirsən, amma sən düşünmürsən ki, bu insana pis təsir edir sənin hərəkətin. Məqsədsiz bullying, düşünülməmiş bullying biz buna deyirik. Gəlin, baxaq, bax, qəbul suallarından biridir bu. İkinci sual sertifikasiyaya düşmüşdür. Müəllim hər bir şagirdlə ayrı-ayrılıqda söhbət aparmalıdır, problemi aradan qaldırmalıdır. Çünki bu konfliktlər başqa problemlərə də yol açar. Problemin həllində rollu oyundan istifadə edə bilər. Bəli, ola bilər. Bu variantımız düzdür. Bu cür halların baş verməməsi üçün dərs ilinin əvvəlində prosedur, qayda qoymaq lazımdır. Ortaq dəyərlər yaratmaq lazımdır. Bəli, ümumiyyətlə dərs ilinin əvvəlində istəyir müzakirə ilə, istəyir davranışla bağlı, gedişatla bağlı, dərsə gecikmə halları ilə bağlı prosedur qaydalar olmalıdır. Ortaq dəyərlərin yaradılması da nə deməkdir? Məsələn, hamı tərəfindən uşaqlar bir yerdə toplaşır və müəllim də onlarla bir yerdə belə deyək də, nəyə əməl etməliyik, bizim ortaq dəyərlərimiz nələrdir? Bir plakat hazırlayırlar və onun sinifin ən görünən yerində asa bilərlər ki, hər dəfə gözlərinin qarşısında olsun. Ortaq dəyərlər yazılı şəkildə olmalıdır. Müəllim şagirddə IQ səviyyəsini formalaşdırmağa diqqət etməlidir. Çünki dərs prosesini axıcı etmək, mənfi davranışları azaltmaq üçün şagirdə düşündürücü tapşırıqlar vermək lazımdır. Bəli, bizim elə səhv variantımız burada C variantıdır. Çünki yadda saxlayın. IQ səviyyəsi formalaşdırmaq başqa şeydir. IQ səviyyəsi bilik, bacarıq, potensialla bağlıdır. Biz şagirddə IQ səviyyəsi ilə yanaşı emosional intellekti də formalaşdırmalıyıq. Əgər bizim cavabımız belə olsa, o zaman biz cavabı doğru götürərdik. Emosional intellekt nə deməkdir? Adətən testlərdə I yazılır və yaxud da emosional intellekt, emosional hisslər kimi də qarşınıza çıxa bilir. Yadda saxlayın, IQ səviyyəsini formalaşdırmaqla biz şagirddə mənəvi dəyərlər yarada bilmərik. Amma emosional intellekti formalaşdırmaqla həm şagirdin nailiyyətini yüksəldə bilərik, çünki gözəl mühitdə, gözəl ortamda şagirdin nəticəsi qalxacaq. Həm şagirddə mənəvi dəyərlər formalaşdıra bilərik, tənqidi təfəkkürü formalaşdıra bilərik, empatiya hisslərini şagirddə formalaşdıra bilərik və s. Yəni, IQ səviyyəsi bu məsələdə qətiyyən uğursuz addımdır. D variantında da baxın, yenə də deyir, düzgün fasilitasiya etməlidir, dilemmalar verməlidir. Bəli, əgər şagirdlərdə mənəvi dəyərləri formalaşdırmaq istəyirsə müəllim, dilemmaları təqdim etsə daha yaxşı olar. Hər kəsin bir mövzuda fərqli baxışı, bax, dilemma budur ki, hər kəsin öz baxışı, hər kəs necə düşünür məsələni, bunları müzakirə etmək olar. Şagirddə mənəvi inkişafı formalaşdırmaq təkcə akademik fənlərdə baş vermir. Bəli, təkcə akademik fənlərdə baş vermir. Yəni, müəllim əgər şagirddə mənəvi dəyəri formalaşdırmaq istəyirsə, bütün fənlərdə o şəxsiyyət yönümlülük prinsipini reallaşdıra bilər. Məsələn, pedaqoji prosesin tamlığı bizə kömək edir ki, biz dərsimizi həm keçək, həm də həmin mövzunun tərbiyəvi hissəsi haqqında da şagirdə məlumat verək. Davam edirik növbəti sualımızla. Variantları bir-bir izah edirəm. Bəlkə də bu sizə yorucu gəlir, amma daha çox məlumat əldə edəsiniz. Bəlkə o variant başqa testdə sizə lazım olacaq. Ona görə dərindən izah edirəm ki, anlayasınız. Açıq dərsdə müəllim qrup işi təşkil edir. Tapşırıq zamanı
qrupa təyin olunmuş iş bölgüsünə əsasən hər şagirdin bir məsuliyyəti var. Yəni hər şagird bir hissəni götürüb. Lakin amil nitq pozuntusu və yazılı ifadədə çətinlik yaşayan bir şagird olduğu üçün tapşırığı vaxtında yerinə yetirə bilmir. Öz hissəsini təqdim edəndə həyəcan keçirdir. Bəzi qrup işləri düşünür ki, o zəifdir, etiraz edirlər, sinifdə gərginlik yaranır. Verilmiş situasiyada müəllim hansı yanaşmanı tətbiq etməlidir? Yenə də deyirəm, situasiya tipli testlərdə siz birinci özünüz oxuyun, burada baxın görün, müəllim nə etdi, şagirdlər nə etdi, amilin problemi nə idi, sinifdəki şagirdlərin problemi nədir? O zaman variantlara baxa bilərsiniz. İnteqrativ və diferensiallaşdırılmış yanaşma tətbiq etməli, hər bir şagirdin fərdi ehtiyaclarını nəzərə alaraq əməkdaşlığa əsaslanan mühit yaratmalıdır. Deməli, inteqrativ və diferensiallaşdırılmış yanaşma hər bir şagirdin fərdi ehtiyacı nəzərə alınmalıdır və əməkdaşlıq yaradılmalıdır. Elə A variantı bizim doğru variantımızdır. Gəlin görək, niyə o biri variantlar düzgün deyil? Deməli, müəllim şagirdlərdə əməkdaşlıq bacarığını yaratmaq istəyirsə, neytral qalmalıdır və sinif daxilindəki problemlərin təbii şəkildə formalaşmasına şərait yaratmalıdır, müdaxilə etməməlidir. Neytral qalmaq olar, yəni bu B variantında, amma bu məsələdə yox. Yəni bu məsələ sinifdə artıq bir şagirdin əzilməsinə, alçaldılmasına gətirib çıxarda bilən məsələdir. Ona görə B variantı doğru deyil. Müəllim dərsi dayandırır, qrup işini ləğv edir. Ümumiyyətlə, bu səhv variantdır. Yəni, müəllim səriştəli müəllim olmalıdır. Təbii ki, bizim qarşımıza bütün iş formalarında spontan vəziyyət ortaya çıxa bilər. Fərdi iş verərik şagirdə, onu bacara bilməz. Amma biz orada öz strategiyamızı, fasilitatorluğumuzu ortaya qoymalıyıq. Müəllim şagirdlərə bildirir ki, o hər bir şagirdin mövcud potensialına uyğun onu qiymətləndirəcək, onların narahat olması səbəbsizdir. Yəni, siz nəsinizsə, mən ona görə qiymət yazacağım sizin fəaliyyətiniz, o da nədirsə fəaliyyəti, ona görə qiymət yazacağım, biraz düzgün yanaşma deyil. Müəllim inklüzivlik pedaqoji tələbini düzgün reallaşdırmır, amilə fərdi iş verərək ona düzgün psixoloji mühit yaratmalıdır. Əslində, bura qədər doğrudur, bəli doğrudur. İnklüziv yanaşma yoxdur burada. Amma fərdi iş verməyin özü elə həm inklüzivliyin pozulmasıdır, həm təlimdə bərabər imkanların pozulmasıdır. Y-də səhvdir. Davam edirəm. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Qəbul suallarından biridir. Gəlin baxaq. Azərbaycanın dağlıq və düzənlik hissələrinin kənd təsərrüfatına təsirini müqayisə edin. Hansının daha çox təsir etdiyini əsaslandırın. Tənqidi təfəkkürdür. Bəli, tənqidi təfəkkürdür. Uyğunluğu istədiyinə görə biz biri götürürük. Nəyə görə bu tənqidi təfəkkürdür? Əgər biz tənqidi təfəkkürdə, məsələn, sadə müqayisə məntiqi təfəkkürdür, iki şairin ortaq xüsusiyyəti, iki hadisənin, tarixi hadisənin oxşar cəhəti, bunlar məntiqi təfəkkürdür. Amma mən iki məsələni dərindən təhlil edəcəmsə, analiz edirəmsə və ən əsasını oradan götürürəmsə, bu artıq məndən yuxarı təfəkkür səviyyəsini tələb edir. Bu da tənqidi təfəkkürə aiddir. Bir fikrə inanmamışdan əvvəl onun doğruluğunu yoxlayıram. Bu hansı təfəkkürdür? Tənqidi təfəkkür. Cavab səhv olduğu üçün, baxın, bütün ikilər variantlarımızdan çıxdı. Cavabımız 1 ilə başlamalıdır, düzdürmü? Elə avtomatik mən burada Y variantını götürürəm. Amma nəyə görə 3-ü götürmədiyimizi qeyd edək. Biz bilirik ki, doğrudan düzləri götürməliyik, uyğunluq istəyirsə. Yanlışdan da səhvləri tapmalıyıq. Hüceyrə bölünməsi zamanı genetik materialın sürətlənməsi hansı mərhələdə baş verir? Konkret, faktoloji, sadə biliklər məntiqi təfəkkürə aiddir. 3 doğru olduğuna görə 3-ün də üstündən xətt çəkirəm. Yəni, zaten qabağında məntiqi təfəkkür yazılıb. Bizə səhv fikir lazımdır. Atomda elektronların enerji səviyyələri üzrə paylanması hansı proseslə izah olunur? Bu da yenə də bax, nəyinsə izahı, nəyisə izah etmək, öz sözlərinlə danışmaq, tənqidi yox, məntiqi təfəkkürə aiddir. Bəzən müəllimlər bu öz sözülə danışmağı tənqidi təfəkkürlə qarışdırırlar. Əgər mənim özümün əsaslandırması olsa, mənə özəl arqumentlərim olsa, bu tənqidi təfəkkürdür. Amma mən, məsələn, bir hekayəni öz dilimdə danışıramsa, öz sözlərimlə danışıramsa, bir məlumatı öz istədiyim kimi təqdim edirəmsə, bu məntiqi təfəkkürə aiddir.
Mənim arqumentlərim, mənim əsaslandırılmış, hansı ki, məsələn, tutaq ki, Günel başqa deyir, amma mən başqa deyirəm, əsaslandırma gətirirəm, arqument gətirirəm, təhlil etməyə bacarıram, analiz etməyə bacarıram, ən yaxşısını görə bilirəm. Bu tənqidi təfəkkürə aiddir. 5. Aha, deməli 5 bizim qəbul suallarımızdan biridir. Bir çox müəllimin səhv yazdığı, 99% hətta deyərdim ki, müəllimin səhv yazdığı suallardan biridir. Yəqin ki, siz də iki variant arasında qalmısınız və nəyə görə hansı variantı seçməyinizdən asılı olmayaraq mən bütün izahını vermək istəyirəm bu sualın. Müəllim dərsdə verilənlərin təqdimatı və vizuallaşdırılması mövzusunu izah edəndə şagirdlərə tapşırıq verir. Məlumatların vizual təqdimatı ilə bağlı layihə hazırlayın. Bunu istəyirsiniz Excel-də edin, istəyirsiniz Google Sheets-də edin, diaqram qurun. Canva ilə infografika hazırlayın, təqdimat hazırlaya bilərsiniz və qısa videoçaq da hazırlaya bilərsiniz. Tapşırıq formasını siz seçin. Deyil, müəllimin bu cür tapşırıq verməsində əsas məqsəd nə idi? Bizdən əsas məqsədi soruşur. Ona görə yəni bir neçə məqsəd düzgün ola bilər, biz ən uyğununu götürürük. Müəllim istəyir ki, şagirdlər yalnız diaqramla işləməyi öyrənsinlər. Bax, burada deyir ki, istəyirsinizsə edin. Deməli, yalnız sözü artıq burada oldu bizim səhv cavabımız. Ən çox götürülən variantlardan biri, səhv variantlardan biri B variantıdır. Müəllim istəyir ki, şagirdlərin texniki bilikləri artsın. Əgər müəllim bir məsələni reallaşdırmaq istəsəydi, şagirdlər bu texniki biliklərə aid ola bilərdi. Məsələn, əgər şagird yalnız Excel cədvəli hazırlasaydı, müəllimin tapşırığı bu olsaydı, onda deyərdim ki, müəllim şagirdə Excel dərsini mənimsətmək istəyir. Bu texniki bilikdir. Amma burada texniki bilikdən ən çox müəllimin infografika verməsi, slayd hazırlamaq, PowerPoint-də, Google Slide hazır. Bunlar yəni texniki biliklərə aid deyil. Bundan daha üstün bir şey tələb edir müəllim. Texniki bilikləri olsaydı bir məsələni ortaya qoyardım və o bacarığı şagirddə reallaşdırardım. Müəllimin məqsədi, bax bu da səhv götürülən cavablardan biridir. Əyləncəli və rahat bir atmosfer yaratmaq idi. Baxın, bunun nəyi əyləncəlidir? Yəni, burada əyləncə kimi nə görə bilərik? Şagirdin Excel-də nəsə hazırlaması. Bu rollu oyun deyil, bu tamaşa deyil ki, biz deyək ki, hə, bu əyləncə oldu, müəllim bir əyləncəli rollu oyundan istifadə etdi. O da yoxdur bizim cavabımızda, ona görə bu bizim səhv variantımızdır. Deməli, bizim doğru cavabımız olacaq D variantı. Nəyə görə D variantıdır? Baxın, tapşırığın formasını siz seçin. Zaten sonuncu cümlədə bizə müəllim şagirddə nə yaratmaq istədiyi aydın şəkildə görünür. Müəllim şagirdlərə inklusiv bir mühit yaratdı. Müəllim təlimdə bərabər imkanları qorudu. Müəllim diferensiyanı təmin etmiş oldu. Müəllim şagirddə Gardner nəzəriyyəsinin, çoxnövlü intellekt nəzəriyyəsinin məzmununu reallaşdırmış oldu. Şagirdlər necə, hansı yolla daha yaxşı dərsi mənimsəyəcək, müəllimin tələbi bu oldu. Ona görə D variantı da bizim doğru cavabımızdır. Davam edirik növbəti sualla. Müəllim sinifdə şagirdlərin müxtəlif istedadlara və öyrənmə tərzlərinə sahib olduğunu görür. Bəzi şagirdlərin özlərini müəyyən fənlərdə bacarıqsız hiss etdiyini və çətinliklə qarşılaşanda tez təslim olduqlarını müşahidə edir. Hər bir şagirdin güclü tərəflərini, fərdi cəhətlərini üzə çıxartmaq, onlarda davamlı, inkişaf yönümlü bacarıq formalaşdırmaq üçün müəllim nə etməlidir? İndi bizim situasiyamızda bizə deyir ki, şagirdlərin müxtəlif istedadları var və hansı öyrənmə tərzlərinə sahib olduğundan onlar özlərinin müəyyən hansı öyrənmə tərzinə sahib olduqlarına görə müəyyən fənlərdə özlərini bacarıqsız hiss edirlər. Çətinliklə qarşılaşanda narahat olurlar. Müəllim də istəyir ki, bunu dəyişsin. Müəllim nə edə bilər? Təbii ki, A variantında bizim sualımız, bax, bura qədər doğrudur. Layihəni təqdim etmək üçün müxtəlif üsullardan istifadə edir. Bura qədər doğrudur. Layihənin sonunda isə yalnız yekun məhsulun keyfiyyətinə əsaslanmaq isə bu artıq səhv fikirdir. Müəllim hər bir şagirdə fərdi tapşırıq verər, onun səhvlərini düzəldər. Bu da doğru addım deyil və müəllim davamlı olaraq deyər ki, səhvlərinizi aradan qaldırmaq üçün məşq edin. Doğru addım deyil. Müəllim layihə işində zəif şagirdlərin güclü şagirdlərdən öyrənməsi üçün onları qruplara ayırar. Baxın müəllimlər,
Burada iki variant doğru cavaba oxşuyur. Biri C variantıdır, biri isə Y variantıdır. D variantı ümumiyyətlə doğru deyil, deyir yalnız bir növ layihə tapşırığı verər. Bəs bu C və Y variantları arasında biz necə çıxdaş etməyi bacarmalıyıq? Deyir, müəllim layihə işində zəif şagirdlərin güclü şagirdlərdən öyrənməsi üçün onları qruplara ayırır. Bu məsələni həll edərmi? Yəni şagirdin həvəsdən düşməsi, çətinliklə qarşılaşanda toparlanması, istedadının üzə çıxmasına təkan verə bilərmi? Təbii ki, verə bilməz. Burada bir dənə cümlənin sonu düzdür. Müəllim scaffolding strategiyalarından istifadə etməlidir. Amma əvvəli səhv olduğu üçün bunun üzərindən xətt çəkirəm. Y variantımız doğrudur. Müəllim mövzu ilə bağlı şagirdlərin özlərini ifadə etmək üçün müxtəlif intellektlərə uyğun onlara seçim imkanı verir. Layihə prosesi zamanı onların çətinliklərini nəyinsə öhdəsindən gələ bilmək üçün müəyyən strategiyalar, öyrənmə prosesindəki inkişaflarını xüsusi olaraq müəllim qiymətləndirə bilər. Yəni həm Dweck nəzəriyyəsini gördük burada, həm Gartner nəzəriyyəsini gördük, şagirdə dəstək olmaq, Vygotsky nəzəriyyəsini gördük burada. Yəni üç nəzəriyyənin ortaq cəhətini bəlkə burada biz görmüş olduq. Y variantı bizim doğru variantımızdır. 7-yə baxaq. Aşağıdakı fikirlərdən hansı yanlışdır? Gəlin baxaq və bu da qəbul sualıdır, qəbuldan götürülmüş sualdır. Formativ qiymətləndirmə şagirdin öyrənmə prosesini izləyir, ona vaxtında dəstək verməyə kömək edir, doğrudur. Refleksiya şagirdin öyrənmə prosesini təhlil etməsi və məsuliyyətini müəllimlə bölüşməsi üçün əsas vasitədir, doğrudur. Refleksiya şagirdin öyrəndiyinə geri dönüş edib baxmasıdır. Məqsədli öyrənmə fəaliyyəti dərsin sonunda tətbiq olunmalıdır. Biz bilirik ki, öyrənmə fəaliyyəti dərsin sonunda yox. Dərsin sonu artıq şagirdin öyrənməsi deməkdir. Dərsin motivasiya hissəsindən sonra öyrənmə fəaliyyəti başlayır və biz orada nə öyrədəcəksə məqsədlə bağlı tapşırıqları şagirdlərə verməliyik. C variantı səhv variantımızdır. Əməkdaşlıq bacarığı akademik nailiyyəti də artırar, sosial bacarığı da doğrudur. Fasilitasiya bacarığı kömək edir ki, şagirdlər öz fikirlərini sərbəst ifadə etsinlər. Bu da doğrudur. 8. Müəllim şagirdlərə Azərbaycanın iqlim dəyişiklikləri və su ehtiyatları mövzusunda müxtəlif mətn, qrafik təqdim edir. Şagirdlər məlumatı oxuyur, əsas ideyaları qeyd edir, nəticə çıxarır, təqdimat hazırlayır. Onlar məlumatlarını ümumiləşdirərək qrup müzakirəsi də edirlər. Hansı kompetensiya şagirddə inkişaf edəcək? Biz bilirik ki, 21-ci əsr kompetensiyaları çoxdur, amma onun 8-ini metodikada öyrənirik. Çox dil bilməkdir, sahibkarlıqdır, savadlılıqdır, şəxsi sosial öyrənməyi kompetensiyasıdır, mədəni məlumatlılıqdır, fəal vətəndaş mövqeyi, riyazi, texnoloji savadlılıq kompetensiyası, rəqəmsal savadlılıq kompetensiyası və s. Məhz bizim bu situasiyamızda əsas məsələ nədir? Şagirdin verbal bacarığı, şagirdin dil bacarığı, müzakirə etməsi. Bax, burada məlumatlardan istifadə etməsini görürük, düzgün araşdırma aparır və araşdırdığını ümumiləşdirə bilir, təqdim edə bilir. Yəni, şagirdin dil bacarıqlarının daha çox olduğunu görürük. Ona görə savadlılıq kompetensiyasını götürürük. Məsələn, çox dil bilmək kompetensiyası nəyə deyilirdi? Xarici dili bilməkdən gedirdi. Həm ana dilinlə yanaşı xarici dillərdə də ünsiyyət qurmağı bacarmalısan. Fəal vətəndaş mövqeyində söhbət nədən gedirdi? Ölkənin siyasi, iqtisadi, sosial məsələləri barədə məlumatın olmalıdır. Məsələn, insanın gün ərzində xəbərlərə baxması, qəzet, jurnallarla maraqlanması fəal vətəndaş mövqeyinə, kompetensiyasına aid ola bilər. Sahibkarlıqdan nədən danışırdıq? Maliyyədən danışırdıq, biznesdən danışırdıq, maliyyə savadından danışırdıq. Öyrənməyi öyrənmək kompetensiyasında isə insanın özünə hədəf qoyması, hər hansı bir çətinlik zamanı ayağa durması, qalib gəlməsi, öz öyrənmə strategiyalarını müəyyən etməsi, metakognitiv bacarıqlarından danışırdıq. Davam edirəm 9-cu sualla. Şagirdin komandası aylardır ki, böyük bir layihə üzərində çalışır və gözlənilməz bir problem ortaya çıxır.
Bu da bütün iş haqqında yenidən düşünməyi tələb edir. Layihənin də vaxtı yaxınlaşır, yəni son təqdimat vaxtı yaxınlaşır. Komandada stress artır. Şagirdin atacağı hansı addım özünü və komandasını vəziyyətini özünü və komandasını vəziyyətdən çıxara bilər. İndi gəlin baxaq. Layihədə komandada güclü şagirdləri toplayaraq problemi həll edərik. Əslində bu A variantı doğru görünür, amma güclü şagirdlər, bəs zəif şagirdlər, yəni zəif şagirdlər niyə? O düzgün deyil də. Komandanı toplayır və deyir, bu problem gözlənilməz idi, qalib ola bilməsək də səy göstərmiş kimi görünməliyik. Yəni burada da artıq əvvəlcədən qalib olmayacağını düşünür. Bu da səhv addımdır. Deməli, C variantına baxırıq. Şagird problemin səbəbini araşdırmağa başlayır və günahkarı tapmağa çalışır. Bu da təbii ki, düzgün cavab deyil. Şagird müəllimin layihənin vaxtında bitməyəcəyini və müəllimə deyir ki, layihə vaxtında bitməyəcək, layihəni ləğv etmək lazımdır. Vaxtında təslim olmaq da doğru seçimdir. Bu da düzgün addım deyil. Problemin həllində çətinlik yaşaya bilərik. Bu bizi daha da fərqli yollardan və düşünməyə sövq etməkdən bir addımdır. Yəni şagird artıq açıq düşüncə tərzinə keçdi. Yəni şagird deyir ki, bu problem bizim qarşımıza çıxa bilər. Yəni bu problemin bizim qarşımıza çıxması normaldır, amma biz vəziyyətdən çıxmalıyıq. Deməli, Y variantı bizim doğru variantımız oldu. Ona baxaq. Müəllim dərsdə formativ qiymətləndirmə aparmaq üçün şagirdlərə özünü qiymətləndirmə vərəqi verir. Şagirdlərdən öz işlərini meyarlar üzrə qiymətləndirmələrini istəyir. Bəzi şagirdlər öz işlərini həddindən artıq yüksək qiymətləndirirlər. Bəzi şagirdlər isə çox aşağı qiymətləndirirlər. Nəticə real olanı əks etdirmir. Müəllim bu vəziyyətdə atacağı onun ən uyğun addım hansıdır? Yəni şagirdlərə özünü qiymətləndirmə tapşırığı verən müəllim şagirdlərin bəzilərinin görür ki, özlərini həddindən artıq yüksək qiymətləndiriblər. Bəziləri isə həddindən artıq aşağı qiymətləndiriblər. İndi deyir ki, müəllim hansı addım atmalıdır ki, bu məsələ düzəlsin. Özünü qiymətləndirmə zamanı şagirdlərə kömək etməlidir. Əslində bu ümumi verilmiş bir variantdır. Birinci özünü qiymətləndirmədə ola bilər meyarları bir yerdə hazırlasınlar, bu düzgündür. Amma sırf gəlib kömək etməlidir. Yəni necə kömək etməlidir? Ümumi verilmiş bir sual olduğuna görə, açıqlaması olmadığına görə biz bunu səhv götürürük. Özünü qiymətləndirmə ləğv edilib yalnız müəllim tərəfindən qiymətləndirmə aparılmalıdır. Bu da səhvdir. Şagirdlərdə qiymətləndirmə meyarlarını birgə təhlil etmək, özünü qiymətləndirmə bacarığını mərhələli şəkildə formalaşdırmaq lazımdır. Bəli, C variantı doğru variantdır. Məsələn, biz qabaq deyirdik ki, qiymətləndirmə meyarlarını təkcə müəllim hazırlamalıdır da, onu şagird hazırlaya bilməz. Amma indi biraz situasiya dəyişib. Yəni, şagird yönümlü təlim görünənə qədər artıq bizim əhəmiyyət verdiyimiz bir hissə olub ki, o meyarları da hətta şagirdlərlə biz bir yerdə hazırlaya bilərik. Yəni, həm mərhələli şəkildə onlarda nəyisə formalaşdırmaq üçün, həm meyarları daha gözəl anlasınlar deyə onlarla bir yerdə hazırlaya bilərik. Sonra deyir ki, meyarların necə tətbiq olunduğunu nümunə üzərində göstərər və amma onların da nəticələrini qəbul edər. Qəbul edə bilməz axı. O nəticə artıq nə obyektiv olacaq, nə şəffaf olacaq, nə etibarlı olacaq. Ona görə D variantının sonuncu cümləsinə görə səhv götürürük. Özünü qiymətləndirmədə ciddi fərqlənən nəticələr, ciddi fərqlə nəticələr göstərən şagirdlərlə fərdi söhbət aparmalıdır ki, məsələ həll olunsun. Burada deyək ki, xüsusilə ciddi fərqlər göstərən şagirdlərlə, yəni digər əslində bu problem sinifdə varsa, müəllim hamı ilə bunu müzakirə etməlidir. Bir də fərdi söhbət aparmaq yox. Necə kömək etmək lazımdır? Yəni C variantı daha uyğun gəlir, yoxsa Y variantı? Əlbəttə ki, C variantı. Meyarları təhlil etmək lazımdır. Mərhələli şəkildə nəyisə şagirdə formalaşdırmaq lazımdır. 11.
Verilənlər arasında hansı iş üsuluna aid variant verilməyib? Gəlin baxaq. Şagird əlamət, xüsusiyyətlər arasında ortaq bir nöqtə tapmalıdır. Yəni, əlamətlər verilir və sən buradakı sözü tapmalısan. Nəyə aiddir? Anlayışın çıxarılmasına. Diaqnostik qiymətləndirməyə imkan yaradır, mövcud bilikləri aktivləşdirir. Nəyə aiddir? Klasterə. Hətta qeyd edim ki, anlayışın çıxarılmasıdır, klasterdir, bibödür. Bunların üçü də diaqnostik qiymətləndirmə vasitəsidir. Sonra baxırıq, müzakirə üsuludur, lakonik cavablar tələb oluna bilər. Müzakirə üsulu, lakonik cavablar Sokrat dialoqundadır. Ümumiyyətlə, lakonik cavab 3 iş üsulunda var. Gəlin yadımıza salaq. Sokrat dialoqunda var, Sinkveyində var, bir də klasterdə də var. İnteraktiv qeyd etmə üsuludur. İşarələr, simvollar sistemi nəyə aiddir? Insert, oxuyub anlamada önəmli iş üsullarından biridir. Deməli, burada nə olmadı? Aksiyon. Aksiyon nə idi? Hər hansı bir əşyanın, məlumatın xüsusiyyətlərini sadalamaq. Sonda sadalayan nə edirdi? Qalib olurdu. 12. Müəllim şagirdə sualla müraciət edir. Qrup işini təqdim edərkən komanda üzvlərindən biri çox az danışır və öz fikirlərini ifadə etməkdə çətinlik çəkir. Bu vəziyyətdə ona necə yanaşarsan? Sertifikasiyanın qəbul suallarından biridir bu da. Şagirdin hansı cavabı onda güclü ünsiyyətin və dəstəkləyici yanaşmanın olduğunu göstərər. Deməli, burada həm ünsiyyəti, həm də dəstəkləyici yanaşmanı biz görməliyik. Şagird, onun yerinə mən danışaram. Burada ünsiyyət bacarığı nə oldu? Geridə qaldı. Təqdimatdan əvvəl hazır cavablar verərdim. Bu da konvergent düşüncə kimi problemi həll etdi. Yəni, özü deyir, hazır cavab verərdim. Yəni, yoldaşının inkişafı üçün şagird heç bir şey etmədi. Ona söz haqqı verərəm. Aha, fikrini rahat ifadə etməsi üçün motivasiya edici və anlayışlı davranardım. Həm ünsiyyət, həm də dəstəkləyici yanaşmanı biz burada gördük. D variantında da deyir ki, digər şagirdə tapşırardım. Y variantında deyir ki, ona deyərdim dinləyici kimi qal. Bu da ünsiyyət bacarığının olduğunu göstərmir. Davam edirəm. Uyğunsuzluğu istəyir. Bu da maraqlı suallardan biridir. Gəlin baxaq. Uyğunsuzluq deyirsə, biz artıq bir-birinin əksisi olan cavablar görməliyik. Baxaq. Şirkətin satışları gözlənilmədən düşür. Samir bu problemi həll etmək üçün satış hesabatlarını araşdırır, müştəri rəylərini təhlil edir, rəqiblərinin strategiyasını öyrənir. Analitik düşünmədimi? Bəli, qarşısında da yazılıb, doğru. Niyə analitik düşünmədi? Ona yaxın düşünmə formamız var. Siz o formalarla tanış olmusunuz artıq. Analitik düşünmə bir məsələnin təhlil olunması, onun səbəblərinin sistemli şəkildə araşdırılması və üzə çıxarılması ilə bağlıdır. Sosial mediada yayılan bir xəbər postunu oxuyan şagird postdakı şəkillərin manipulyasiya olub-olmadığını analiz edir. Deməli, bu verbal düşünməyə aid deyil, əziz müəllimlər. Sosial mediada bir xəbər postunu şagird oxuyur, postdakı şəkillərin manipulyasiya olub-olmadığını analiz etməlidir. Sistemli düşünməyə aiddir, amma qabağında doğru yazıldığına görə, deməli, bax, burada uyğunsuzluğumuz B variantındadır. C-yə baxaq. Şagird verilmiş diaqramda fiqurları yerləşdirir. Diaqramda fiqurları yerləşdirmək qeyri-verbal şəkillərdir, diaqramdır, cədvəldir, çertyojdur, kompasdır. Bunlar qeyri-verbal düşüncəyə aiddir. Elə burada da yanlış yazılıbdır. Yəni, ardıcıl düşünmə deyil. C variantı doğrudur. D variantında da deyir ki, rütubətli yerlərdə yağış daha çox yağır. Astara və Lənkəran zonasında da rütubət yüksəkdir. Deməli, Astara və Lənkəran zonasında da yağıntı olacaq. Deduktivdir, elə qabağında da doğru yazılıb. Ailəsi ilə birlikdə Əli piknikə gedir və orada bir yağış yağır. Yağış yağanda da müvəqqəti sığınacaq düzəldir. Yanındakı əşyalardan tez müvəqqəti sığınacaq düzəldir. Problem həll etmə var bu şagirddə. Konvergent düşünmə deyil, divergent düşünməni biz burada görürük. Elə qabağında da yanlış yazılıb. 14-cü suala baxırıq. Laborator işi zamanı şagirdlər cütlərlə işləyir. Sinifdə sağlamlıq imkanları məhdud olan Aysu, laborator avadanlıqlarına sərbəst şəkildə çata bilmir və fiziki olaraq bəzi hərəkətləri etməkdə çətinlik çəkir. Onun cüt yoldaşı isə işi tək başına yetirir və Aysunu deyir ki, sən sadəcə yazı yazmaqda kömək et. Bu vəziyyətdə müəllimin daha düzgün yanaşması
nə olardı? Yəni müəllim bu prosesi görür, cütlərlə tapşırıq verir, amma biri işləyir, biri isə kənarda qalır. Məşğələnin sonunda hər iki şagirdin səyi qiymətləndiriləcək. Gələcək tapşırıqlarda Aysunun zəif tərəflərini nəzərə alaraq yüngülləşdirilmiş fəaliyyətlər təklif olunacaq. Yəni bu artıq düzgün addım deyil, problemin səmərəli həlli yolu deyil. Aysunun iştirakına müsbət münasibət bildirəcək, deyəcək ki, müşahidəçi olmalıdır. Bu da onun öyrənmə prosesində yüksək qiymətləndirilməlidir. Bu da düzgün deyil təbii ki. Burada məsələ cütlərlə işi təşkil etməkdən gedir ki, bu da düzgün təşkil olunmuyor. Baxın D variantına. Şagirdlərin əməkdaşlığına diqqət yetirmək lazımdır. Dərs zamanı rolların ədalətli bölüşdürülməsi təmin olmalıdır. Tapşırıq bütün iştirakçılar üçün əlçatan olmalıdır və mənalı olmalıdır. Bunu da kim təyin etməlidir? Təbii ki, müəllim. D variantı doğrudur. 15. Müəllim müşahidə edir ki, sinifin ən çalışqan şagirdi tapşırıqları yerinə yetirərkən tez-tez işini yarımçıq saxlayır, səhv etmək ehtimalı olan fəaliyyətlərdən yayınır. Və bu davranışda şagirdin akademik inkişafına mənfi təsir göstərir. Deməli, biz 15-ci sualı oxuyanda artıq gördük ki, bu şagird qapalı düşüncə tərzindədir, mükəmməl olmağa çalışır. Çünki burada deyir ki, çalışqan şagirddir. O, səhv etməkdən qorxur, zəif kimi görünməkdən qorxur. Bu da hansı düşüncə idi? Qapalı düşüncə. İndi müəllim nə etməlidir? Müəllim ona deməlidir ki, tapşırığı dəfələrlə yoxla. Şagirdi dəyişərmi bu? Əlbəttə ki, xeyr. Sinif yoldaşı ilə onu müqayisə edər. Əlavə izah verərəm, dəstək verərəm və daha yaxşı nəticə göstərmək üçün ona diferensial təlim təşkil edərəm. Bunu hələ ki saxlayıram. Müəllim şagirdlərdə deyər ki, mütləq səhvsiz şəkildə tapşırıqları yerinə yetirin. Əslində, baxın, elə problem budur da, biz həmişə səhvsiz istəyirik, həmişə istəyirik ki, hər şey yaxşı olsun, mükəmməl olsun. Bu da bizim şagirdimizi qapalı düşüncə tərzinə keçirdə bilər. D variantı da səhvdir. Yüksək nəticə əldə etmək üçün tapşırığın icrası zamanı onun düşünməsinə şərait yaradaram. Əslində, şagirdə düşünmə vaxtının verilməsi onda açıq düşüncə tərzini formalaşdırar. Amma yenə də mənim 15-ci sualıma Y variantı uyğun gəlmir. C variantı uyğun gələr. Əlavə izah, diferensial təlim, bu diferensial təlimin içində konstruktiv rəy ola bilər, fasilitatorluq ola bilər ki, edə bilərəm ki, şagird düzəlsin də, qapalı düşüncədən açıq düşüncə tərzinə şagird keçmiş olsun. Ona görə C variantı doğru variantımızdır. Davam edirəm. Sinifdə riyaziyyat müəlliminin övladı oxuyur, şagirdlər həmin şagirdi heç vaxt öz aralarına almır. Onu qrupdan təcrid edirlər. Şagird valideyninə bunu demir, lakin sinif rəhbəri bundan məlumatlıdır və problemi həll etmək istəyir. Müəllim hansı addım atsa daha səmərəli olar? Gəlin baxaq. Müəllim şəxsən həmin şagirdlə fərdi söhbət aparar, onun hisslərini dinləyər, sosial münasibətlərdə necə davranmalıdır, həmçinin sinifdə də empati hissi yaradar. Bəli, düppədüzdür bizim birinci situasiyamız. Müəllim sinifdə davranış və inklüziv prinsipləri möhkəmləndirər, qrup işləri keçirdər, qrup daxili sosial inteqrasiyanı gücləndirər. İki də doğru addımımızdır bizim. Müəllim təcrid olunan şagirdə qrup tapşırıqlarında üstün məsuliyyət vəzifə verər. Liderlik bacarıqlarını ona həvalə edər. Bu təbii ki, digər şagirdləri biraz da qıcıqlandıracaq. Əgər onu sevmirlərsə, onlardan daha üstün bir vəzifədə olması şagirdlərə xoş gəlməyəcək, sinifdə bullying halını gücləndirəcək. 3 səhvdir və variantlardan 3-ü çıxardıram. Qalır, 1-i götürmüşəm, 2-ni götürmüşəm, ya C, ya da D variantı. 4-ə baxaq. Müəllim şagirdin valideyninə məlumat verir, deyir ki, şagirdin sosial problemlərinə diqqət yetirsin, lazımi psixoloji dəstəyin təmin olunmasını tövsiyə edərəm. Əslində, burada məsələ müəllimlə sinif arasındadır. Yəni, valideynlə sinif arasında deyil. Və şagirdin də psixoloji vəziyyətində problem yoxdur. Problem sinif yoldaşlarındadır ki, onun anasının müəllim olmasına görə, bəlkə də riyaziyyatı yaxşı bildiyinə görə şagirdlər onu sevmir. Yəni, bu şagirdin psixoloji bir problemi yoxdur da. Ona görə mən 4-ü yox, elə 1 ilə 2-ni doğru variant kimi götürürəm. 17.
Tarix dərsində müəllim sivilizasiyaların tənəzzül səbəbləri mövzusunu müzakirəyə çıxardır. Şagirdləri 5 qrupa bölür. Sinifdə şagirdlərə iş vərəqləri paylayır və hər birində fərqli bir qədim sivilizasiya adı yazılır. Misir, Roma, Maya, Harappa, Mesopotamiya və s. Bu şagirdlərin hər biri 5 dövlət haqqında məlumat yazmalıdırlar. Onlar bir-birlərinin işini nəzərdən keçirdir, əvvəlki fikirləri oxuyurlar və iş vərəqlərini bir-birlərinə ötürürlər. Hansı üsuldur bu? Karusel iş üsuluna aiddir. Deməli, qərarlar ağacıdır, karuseldir, akvariumdur, sinektikadır, 3N'dir. Hər birində qrup işi var, amma hər birinin mahiyyəti fərqli-fərqlidir. Yoldaş qiymətləndirməsi məsələn akvariumda da var, amma akvariumda bir-birlərinin işini iş vərəqlərində nəzərdən çıxartmırlar, keçirtmirlər. Daxili və xarici qruplar olur. Bu qrupların daxilində bir-birlərinin işinə baxırlar. 17-də C variantı doğru cavabımızdır. Davam edirəm 18-ci sualla. Valideyn iclası zamanı bir valideyn müəllimə şikayət edərək bildirir ki, sinifdə fiziki məhdudiyyəti olan şagird var, onun dərsləri ləng gedir. Ona görə də bütün şagirdlər dərsdən geri qalır. Deyir ki, övladımın yaxşı təhsil alması üçün bu şagirdi başqa sinifə keçirdin. Hansı addım daha düzgündür? Müəllim nə etməlidir? Təbii ki, biz bir çox belə valideynlərlə, yalnız özünü, öz övladını düşünən valideynlərlə qarşılaşırıq. Amma biz elə addım atmalıyıq ki, nə şiş yansın, nə kabab, nə qarşımızdakı valideynlə kobud olaq, nə həmin şagirdin valideyni məyus olsun, nə uşağa bir zərər gəlsin. Müəllim valideynə inklüziv təhsil haqqında məlumat verməlidir və stereotipləri aradan qaldırmaq məqsədi ilə maarifləndirici görüş təşkil edə bilər. Bu doğru ola bilər. Biz bütün variantlara baxmalıyıq metodikanın suallarında. Müəllim deyir ki, düzgün olmaz deyir burada. Düzgün olmaz deyir. A variantı doğrudur. Müəllim bu narahatlığı valideyn komitəsinə yönəltməlidir ki, obyektiv işi həll etsin. Bu məsələni valideyn komitəsi yox, müəllimin özü həll etməlidir. Elə burada səhv variantımız B variantı olacaq. Amma digər variantları məsələn nəzərdən keçirsəniz, müəllimin valideynlə səbirlə danışmağı olsun, tolerantlıq, əməkdaşlıq mövzularında açıq müzakirə təşkil etməsi olsun, məsələ ilə bağlı məktəb psixoloqu ilə əməkdaşlıq etməsi olsun. Yəni bunlar hər biri doğru addımdır. Yavaş-yavaş sona çatırıq. Dəyərli müəllimlər, əgər bu izah sizə faydalı olacaqsa, zəhmət olmasa videonu bəyənin, paylaşın, sonda gözəl rəylərinizi yazın. Sizin rəyləriniz bizə motivasiya verir və fevral qrupları inşallah ayın 8-dən başlayacaq. Hətta deyərdim ki, Naxçıvan sertifikasiya qrupları gələn həftədən başlayır. Əgər qruplara qoşulmaq istəyirsinizsə 055 527 25 99 nömrəsinə mesaj yazıb dərslərin gedişatı, həftədə neçə dəfə keçiriləcək, hansı materiallardan istifadə olunacaq, bunlar haqqında məlumat verə bilərsiniz. Mən öz fənnim adına deyə bilərəm ki, yəni kurikuluma aid biz hələ ki öz testlərimiz, hazırladığımız dərslərin PDF-ləri üzərindən tələbələrlə işləyirik. Deməli, davam edirəm. Cədvələ əsasən uyğunsuzluğu müəyyən edin. Qiymətləndirmə istər MİQ olsun, istər sertifikasiya olsun, bir sualını mütləq əhatə edir. Gəlin baxaq. Diaqnostik qiymətləndirmə bütün qiymətləndirmələrdən sonra aparılır. Tədrisin fərdləşməsinə şərait yaradır. Elə uyğunsuzluq deyirsə götürürəm 1-i. Diaqnostikdə əvvəl sözü var, son sözü yoxdur. 1 ilə başlayan hansı variantımız var? Saxlayırıq, digərlərin üstünə xətt çəkirik. 2-yə baxıram. Formativ qiymətləndirmə bölməyə hazırlıq mərhələsində şagirdlərin ehtiyaclarını təhlil etməyə və uyğun resursları seçməyə imkan yaradır. Bu da nəyə aiddir? Diaqnostik qiymətləndirməyə aiddir. 2-ni də götürürəm, çünki uyğunsuzdur. Diaqnostik qiymətləndirmə şagirdin öyrənməyə olan hazırki mövcud vəziyyətini üzə çıxardır, ona uyğun dəstək strategiyalarının seçilməsini təmin edir. Doğrudur. Formativ qiymətləndirmə təlim prosesi zamanı aparılır, şagirdin öyrənmə səviyyəsini davamlı şəkildə izləməyə şərait yaradır. Bu da doğrudur. Formativ qiymətləndirmə vasitəsilə şagird öz gücü və zərif tərəflərini müəyyən edə bilər, özünü qiymətləndirmə bacarığını inkişaf etdirə bilər. Bəli, doğrudur, amma qabağında yanlış yazılıb. 1, 2, 5 D variantımız düz oldu. Formativ qiymətləndirmə şagirdin yoldaş qiymətləndirməsini formalaşdırır, özünü qiymətləndirməni formalaşdırır. Yəni bu bacarıqları şagirddə reallaşdıra bilir.
Və sonuncu sualımız 20-ci sualda qəbul sualıdır. Sertifikasiyanın qəbul sualıdır. 2024-cü il, üzr istəyirəm, 2025-ci il. Tənqidi düşüncənin yaradıcı düşüncədən fərqi nədir? Biz bilirik ki, tənqidi düşüncə məsələni təhlil etmək, səmərəli şəkildə, sistemli şəkildə düzgün analiz etmək bacarığı tələb edirsə, yaradıcı düşünmə qeyri-yanaşma, qeyri-adi yanaşma, qeyri-adi belə ortaq belə deyim, təklifləri irəli qoyur, yenilikçi olmağı bizdən tələb edir. İndi baxaq. Tənqidi təfəkkür mövcud ideyaların təhlilini, yaradıcı təfəkkür isə yeni ideyaların yaradılmasını ehtiva edir. A variantı düzdür, amma digər variantlara da baxaq. Yaradıcı təfəkkür əzbərləməyi. Elə burada üstündən xətt çəkirəm. Əzbərləmək yoxdur. Tənqidi düşüncə uyğunluğa diqqət yetirir. Yaradıcı düşüncə isə orijinallığı qiymətləndirir. Baxın, müəllimlər ən çox A və C variantları arasında qalmışdı. Yəni, bəzi müəllimlər imtahanda A-nı, bəzi müəllimlər C-ni götürmüşdü. Deyir, uyğunluğa diqqət yetirir, uyğun olsun. Mövcud ideyaları təhlil etmək daha doğru addımdır, yoxsa nəyəsə uyğunluğa diqqət yetirmək tənqidi təfəkkürə aiddir. Biz bilirik ki, tənqidi təfəkkürlə yaradıcı təfəkkür yuxarı təfəkkür səviyyəsinə aiddir. Yuxarı təfəkkür səviyyəsinə. Məntiqi təfəkkür isə aşağı təfəkkür səviyyəsinə aiddir. Yaradıcı düşüncədə şagird passiv olur, tənqidi düşüncədə isə aktiv. Y variantı səhvdir. Hər ikisi yeniliklə bağlıdır, innovasiya yeniliklə bağlıdır. Bu da səhvdir. Deməli, 20-də doğru variantımız hansı variant olacaq? A variantı. Belə əziz müəllimlər, testimizin izahı bitdi və bir daha qeyd etmək istəyirəm ki, əgər siz FES Akademiyasına qoşulub uğur əldə etmək istəyirsinizsə, vaxt itirmədən mütləq bizim ödənişli və ödənişsiz dərslərimizə qoşulmağa tələsin. Dərslərimiz haqqında da ətraflı məlumat almaq üçün 055 527 25 99 nömrəsinə mesaj yaza bilərsiniz. Sağ olun, növbəti dərslərdə görüşərik.